onlarsız təsəvvür etmək olmur. Bugün onların günüdür, 5 dekabr Beynəlxalq Könüllülər günüdür və bu görüntüdə isə siz bir tələbə könüllü təşkilatının üzvlərini görürsünüz. Bütün könüllülərimizi təbrik edirik. Sizə bol şans və uğur arzuluyuruq. Bir könüllü olmaqla biz Elm və Təhsil Nazirliyinin təşkil etdiyi bir çox beynəlxalq səviyyəli, həm də yerli səviyyəli tədbirlərdə iştirak edirik ki, bu da bizim üçün təbii ki, qürurverici bir histir. İnsanlar üçün tədbirlərdə yaranan hər hansı bir problemlərin aradan qaldırılmasında, onlara koordinator vəzifəsində kömək etməkdə iştirak edirik. Məncə könüllü olmaq, məncə deyərdim ki, insanlara dəstək etməkdən əlavə olaraq gələcəyimizi böyütmək üçün çox böyük bir şansdır. Məncə hər bir gəncə tövsiyə edirəm ki, mütləq könüllü olsunlar. Bütün könüllülərə mən təşkilatdan fərqli olmayaraq, asılı olmayaraq, bütün könüllüləri təbrik edirəm.